Salam, mənim adım Muraddır, 13 yaşım var. Salam, mən bu möhtəşəm oğlanın atasıyam. Adım Rasif Dünyəmaliyevdir, sahibkaram. Mən YouTube-da gördüm bir dəfə, adam oyun düzəltdi. Mənim maraqlı oldu, nətər düzəldiklər bunu. Sonra özüm prob elədim düzəltmək. Çox bir şey alınmırdı, amma mən eləyirdim. Sonra fikirləşdim ki, özüm eləməyin yerinə kursa yazılıram. Ümumiyyətlə Murad doğulandan çox maraqlı xarakteri var. O hər şeyi qurtdalamaqdan xoşu gəlir. Bizim valideynlərin bizə dediyi kimi qurtdalama xarab eləyərsən. Murad qurtdalayırdı və bir çox şeylərdə xarab eləyib. Amma düzəltdiyi şeylər də olub və məhz bu kursdan sonra düzəltdiyi və o kursun sonundakı proyekti mən görəndə özüm təəccübləndim ki, bir il deyildi, 7-8 ayın sonunda necə belə bir şey, yəni 13 yaşındakı uşaq düzəldə bilər. Mənə də çox maraqlı oldu. Demək ki, mümkünmüş. Yaxşı proqram, yaxşı müəllim, yaxşı o marağı öldürmədən olan tədris demək ki, hər şeyə qadirmiş.